Salam dostlar, hər vaxtınız xeyirli olsun. Sizi bugün New Jersey'də yerləşən State Park'a gətirmişik, Liberty State Park'ına gətirmişik. Və bizim Azərbaycanlı dostlarımız gəliblər. Mənim fikrim var idi keçən səfər Azadlıq heykəlinə getmək, amma alınmamışdı. Fikrimdə qalmışdı, ürəyimdə qalmışdı. Sizinlə də paylaşmaq istəyirdim. Nəsə günlər keçdi, elə oldu ki, mənim konferansımla bağlı bu tərəflərə gəlmiş oldum. O tərəfdən də Çam müəllimin dostu Gülyaz xanım və bizim də ailəvi dostlarımız gəldilər. Burada buluşduq. Buluşma nöqtəmiz, görüşmə nöqtəmiz bura oldu. Bura bizə hardasa 12 saat uzaqlıqdadır. Onlar da öz qohumları gildə qalırlar. Dedik ki, elə burada görüşək. Azadlıq heykəlinin ziyarətinə gedəsiyik. Bildiyiniz kimi Azadlıq heykəli adanın içindədir. Çox böyük ada deyil. İndi ora gedəsiyik. Bura New Jersey parkıdır. O tərəflər biraz gördüyünüz kimi tüstü kimi görsənir. Kanadada yanğın baş verib. Hər halda onunla əlaqəli oradan tüstü falan tərəfləri gəlir. Hava biraz günəş çıxmaq istəyir. Aslında günəş yoxdur, hava belə bürkülüdür. Oh, istedi çal. Concern for all. Please do not leave any bags or packages Şeyde, Liberty Statue'da. traveling in National Park Service requires to have one chaperone and at least 2 children and they remain together at all times. On behalf of the National Park Service, once again, well. Artıq adaya çatırıq dostlar. Liberty adasına doğru gelirik. İlk dəfədir bir adaya gedirik. Xəbərim var. İlk dəfədir bir adanın içine gelirik. The vessel is now along forward on either side of the vessel to reach the exit. Please exercise caution when Neredesin? moving around the decks should there be any unexpected vessel movement. Dur qabaqda gedelim. Gördün mü? Reklam eləyirlər, baxın. Helikopterlə Bread Box. Allah Allah. Bu da bir marketing işte, siz alın sizə. Gərək adamı helikopter al. Martılar.
Azadlıq heykəli haqqında mən az da olsa sizə məlumat verim. Demək, Azadlıq heykəli New York şəhərində Liberty Island adasında yerləşir və Amerikanın ən məşhur simvollarından biridir. O 1886-cı ildə Fransa tərəfindən ABŞ-a dostluq hədiyyəsi olaraq təqdim edilib. Maraqlısı odur ki, heykəl əvvəllər yaşıl değildi. O misdən hazırlandığı üçün ilk vaxtlar qəhvəyi mis rəngində idi. İllər keçdikcə hava və dəniz rütubətinin təsiri ilə üzərində təbii yaşıl qat əmələ gəldi. Bu qat həm heykələ indiki görünüşünü verir, həm də onu qoruyur. Sağ əlindəki məşhur azadlığı, sol əlindəki lövhədə yazılan 4 iyul 1776 tarixi isə ABŞ-ın müstəqilliyini simvolizə edir. Tacındakı 7 şüa isə dünyanın 7 qitəsini və 7 okeanını təmsil edir. Bugün Azadlıq heykəli hər il milyonlarla turistin ziyarət etdiyi və azadlığın, ümidin və ən məşhur rəmzlərindən biri hesab olunur. Deyirəm Şamil müəllimə də sual verəcəm. Gələndə də sualıma cavab tapamıram. Just both sides, we can thank you. Mənzildir ya. Çocuklar hamısı. Hər gün səhər tezdən dur, axşamacan gəl. I don't know. We've got like. I'd better that to be up there burning his. Yol gəlirdik, artıq yola çıxmışıq. Bir də gördüm ki, tut var burada. Bak Can. Tut. Bana vereyim. Götür. Burada isə artıq Virginia ştatındayıq və biz burada istirahət zonasında düşmüşük. Dostlar, burada ümumiyyətlə yol kənarlarında istirahət zonaları, welcome areas, rest areas çoxdur. Ona görə də Amerikaya gələnlər heç narahat olmayın. Məsələn, belə uzun yol gedirsinizsə, çox rahatlıqla yolda saxlayırsınız maşınınızı və belə istirahət edirsiniz. Biz 12 saatlıq yolu hardasa 18-20 saatı çatdırmışdıq. Yolda istirahət eləyə gəldik. İstirahət zonaları da çox təmiz olur dostlar. Yəni ancaq istirahət zonaları deyil də, məsələn, kofe içmək üçün, yemək yemək üçün yolda kiçik restoranlar olur, kafeteriyalar olur. Özünüz gedib kofenizi alırsınız və yola davam edirsiniz. Belə dedim sizə göstərim. Bu şəkildədir. Gördüyünüz kimi parıldayan yerlər. Yəni 24 saat işləyir. Nə zaman çatsanız orada rahatlıqla gedib ehtiyaclarınızı qarşılaya bilirsiniz. Hər yer tərtəmiz olur. Belə dedim, bunun da haqqında sizə məlumat verim. Burada isə mən videomu yekunlaşdırmaq istəyirəm. Bura kimi baxdığınıza görə təşəkkür edirəm. Özünüzə yaxşı baxın. Allaha əmanət olun. Hələlik.